Herkese salam dostlar. Bugün Minecraft Ancient City oynayıram. Kanala like atmağı, abone olmağı unutmayın dostlar. Abone olduqdan sonra zillərin hamısını açın ki, videolardan ilk siz xəbərdar olun dostlar. İndi isə keçək videoya. Bildiyiniz kimi keçən sezon oynayanda hardcore kimi oynayırdım. Amma bu sezon bir xeyrimiz var ki, ölsəm də əgər canlana biləcəm yenidən. Yəni bu hardcore modundakı kimi deyil də. Burada əslində sağ qalmaq. Buradakı yenə də hədəfimiz oyunu bitirməkdir. Kanala like ataraq, abunə olaraq kanala dəstək ola bilərsiniz. İndi 4 dənə gəldi. Bundan başqa mən bildiyiniz kimi buradan yavaşca gedək. Buralarda çünki baxın bunun yanında yavaşca gedək. Bildiyiniz kimi mən bu tərəflərə gələndə bu oyunun daha doğrusu sağ aşağı hissələridir. Nə bir üzü bu tərəf lav olan bir yer var idi. Üzü belə canlanmasın, bir də ətraf aydınlansın. Aydınlandı. Və burada da redstone da var, elmas da var burada. İndi mən bu hissənin yuxarısına getmədən əvvəl buradakı odunları qırım. 4 dənə onsuz da odunum var mənim. Bir dənə də bu kütükləri də qırım, oduna çevirim. Daha da mükəmməl olur. Yeni tariflər açıldı. Buradan envanterimdən bu kütükləri çevirim taxtaya. Buradan da çubuğa çevirək. Sonrasında da buradan bir dənə qazma. Qazma ilə də daş dövrünə tez keçim ki, da bir də taxta tapım. Ondan sonra taxta ilə nəsə alətlər eləyim, o lazım olmayacaq da mənə. Plus da ki, dəmirdə tapmalıyam ki, bayaq gördüyünüzdə elmas var idi, orada redstone var idi, yuxarıya çıxmaq da lazım idi. Məsələn, bu bölüm bəlkə də ola bilsin bu sezon, yuxarıya da çıxaram. Buradan bir 9-10 dənə qırım, 15-16 dənə də doğrusu. Bu daşlardan qıraraq bir dənə özümə balta eləyəcəm, qılınc eləməyəcəm. Çünki balta ilə həm yenə də odun tapsam odun qıracam. Yəni buradakı odunları da götürəcəm. Plus çalışma masasını götürəcəm. Həmçində düşmənlərə yanında vuracam. Amma qılınc elədi ki, bir dənə düşmənlərə vurursan, füsyo. İndi getdik. Buradan bir dənə balta. Sonra bir dəqiqə. Buradan bir dənə yenə də çubuq, bir dənə də qazma. Füsyo. Buradakiləri qıram. Buradakiləri da qıraq. Və burada əgər yuxarıda sandıq varsa, baxaram nələr var içərisində. Bura çata bilmir. Buradakiləri da götürdük. Burada nəsə bir yuxarıya çıxacaq. Belədir. Buraya kimi gəlmişiksə, əgər buradakiləri da qırmışıqsa, nəsə olmalıdır mən biləm burada. Sandıq kimi... deyə oradadır sandıq. Hoppa, burada nə var? Sucuk var. Büyülü kitab, çevik gizlilik. Kömür də lazımdır mənə. Məsələn, zombi əti pişirərəm. Zombi əti pişirilmir onsuz. Bundan başqa buradakiləri da götürək. Şamı boyama da şam lazım deyil. Bir də ki, işdə birdən yuxarıya çıxdım. At olsa əgər götürərəm. İndi düşəcəkdim buradan lavın üzərinə, dayan. Normal yolumuzdan düşək. Ay sağ ol. İndi yemək olaraq bildiyiniz kimi bu meyvələr, parlayan meyvələr. Burada da nəsə var. Burada da yuxarıya çıxmaq. Gözə 2 dənə nərdivanla. Burada nəsə olur, yoxsa yoxdur məncə burada heç nə. Qabaqdakına baxım görüm nəsə olsa gəlir. Ya da qabaqdakindən əvvəl. Burada ya da qabaqdakına gedim. Sonrasından o dediyim yer var deyə dedim, o lav yerlər var onun ən sağ hissəsində. Burada da odunlar var, buradakiləri də qıraq. Düzü bu odunları qıranda yenə də bu altdakı sucuklar xəbərdarlıq verir, amma olsun. Bu yuxarısında da olsa heç nə yoxdur. Və bu tərəflərdə heç nə olmadığından irəliləyə bilərəm. Baxın, burada nəsə var. Ay sağ ol, sandıq. Bax, bunu əgər qırsan heç nə çıxmayacaq. Xəbərdarlıqda. Buradadır. Warband qabağa. İndi
üzü bu tərəfə də gedə də bilmirəm. Gəlir. Gəlmə, gəlmə. Sən mənə dəymə, mən sənə dəyməyim. Yavaş-yavaş. Arxandan irəliləyir. Hayda, öldürdü bizi. Eybi yox. Bu hissədə canlandıq. Gəldiyimiz yoldan təkrar, məsələn, bu tərəfdən gedirdik də deyəsən biz. Dayan, bu tərəfdən. Əşyalarımız da var idi. Daş dövrünə kimi keçmişdik. Eybi yox, yenidən taparam mən o yeri. Haradaydı o yer? Tapa da bilmərəm, deyəsən. Başqa bir yerdə, canlandığım yerdən o tərəf, bu tərəf başqa getdim. Buradan bir dənə yuxarıya çıxaq. Tapım mən bir dənə o yeri. Bax, burada sandıq var. Və məncə, buradakı sandıqdakı əşyaları nüqtəyib qaçmaq lazımdır. Özdə ki, gözləmədən də. Bax, 2 dənə büyülü altın elma var. Bir dənə disk, kömür, fişə. Bundan sonra qalan salamat. Qalan. Bax, bu yerə gəldim. Bu tərəfdə gəldiyimi yeri tapa bilsəm əgər, itirilmiş əşyalarımı taparam, amma eybi yox. Buradan bir dənə gizlənim yavaşca, gəlin bura. Bu var. Ha, elə bildim daş deyil bu, var onu bildim. Yoxdur. Bu tərəfdə idi, deyəsən. Belə yeriyək. Tapa bilsəm əgər taparam bu bölüm, tapa bilməsəm əgər gələn bölüm tapıb başlayaram videoya. Buradan üzü, bura başlanğıc bölgəm idi. Bax, lavlardan doludur bura. Bura mənə lazım deyil, hal-hazırda. Mənə bunun o biri hissəsi. Harayla, bəndə bu. Bura yenə gizlənir. Hadi gəlir burada. Sən mənə gəlmədən mən qaçım. Suda canlanmışsan. Suya da gələn deyil. Bax, burada odun əvvəlki qazdığımız yerdir. Buralardan irəliləsək düz gedirik. Aha, gedək. Yavaş, yavaş, bir dənə də əyilək. Shiftə basaraq. Lap bizi qorxulu həyatlarda kimi yaşadır. İmkan ver işimizi görək də. Aha, oradadır. Gördüm, arxa hissədə idi. Ətraf işıqlan. Burada meyvələr var. Deyəsən vurdu mənə. Bu tərəfə gedim. İnanın, heç nə də görmürəm. Eybi yox dostlar, bu bölüm bu qədər sonlandıraq. Kanala like atmağı, abunə olmağı unutmayın. 2 dəfə vurmanda öldüm. Amma intiqam alacağım, intiqam. Kanala like atıb, abunə olaraq dəstək verə bilərsiniz. Gələn bölümlərdə görüşmək üzrə. Sağ olun dostlar.